Salam, hər birinizi salamlayıram. Mən coğrafiya müəllimi Elnur müəllim. Bugün sizinlə güneş radiyasiyası mövzusunu incələyəcəyik. Bu mövzu ətrafında daha ətraflı danışacağım. Hər birinizin bildiyi kimi, yerdə bir sıra proseslərin, eləcə də bioloji, hidroloji və digər proseslərin səbəbi güneş enerjisidir. Güneş enerjisi, yer səthinə gəlib çatan güneş enerjisinin təqribən 34% atmosferə daxil olmamış kosmik fəzada əks olunur və ya udulur. Eyni zamanda 19% atmosferə daxil olan 19% bir hissəsi isə udularaq əks olunur. Beləliklə, yer səthinə gəlib çatan güneş enerjisi təqribən 47% bir hissəni təşkil edir. Eyni zamanda həmən enerji də udularaq əks olunur. Bu haqda biraz sonra daha ətraflı məlumat verəcəm. İlk olaraq sizə onu vurgulayım ki, güneş radiyasiyası, güneşin şüalandırdığı enerji güneş radiyasiyası adlanır. Güneş radiyasiyası düz və səthələnən radiyasiya olaraq fərqlənməkdədir. Yəni, nədir düz radiyasiya? Burada bir güneş təsviri etməyə çalışır. Deməli, düz radiyasiya güneş şüalarının yer səthinə heç bir maneəyə rast gəlmədən, yəni olsun bu yer səthi, yer səthinə heç bir maneəyə rast gəlmədən, yəni heç bir maneə dedikdə, yəni burada bulutlar nəzərdə tutulur, bulutlara rast gəlmədən birbaşa şəkildə yer səthinə gəlib çatan şüalar düz radiyasiya adlanır. Yəni bu gördüyünüz düz radiyasiyadır. Düz radiyasiya. Əgər bu şüalar yer səthinə gəlib çatmamışdan səmada bulutlarla rast gələrsə, buluda rast gələrsə, səpələnən şəkildə yer səthinə gəlib çatır və səpələnən radiyasiya adlanır. Səpələnən radiyasiya adlanır. Düz radiyasiya zamanı, əsasən düz radiyasiya yer kürəsində deməli, tropik və qütb səhralarında rast gəlir. Səpələnən radiyasiya isə ekvatorial və mülayim enliklərdə rast gəlir. Düz radiyasiyada kölgə açıq-aşkar şəkildə təzahür edir. Səpələnən radiyasiya isə bu proses baş verir. Düz və səpələnən radiyasiya hər ikisi birlikdə adlanır ümumi radiyasiya. Ümumi radiyasiya. Ümumi radiyasiya adlanır. Düz və səpələnən radiyasiya dedik ki, birlikdə ümumi radiyasiya adlanır. Ümumi radiyasiyanın kəmiyyəti müxtəlif ərazilərdə müxtəlif şəkildə dəyişir. İlk olaraq biz ümumi radiyasiyanın vahidini vurgulayaq. Ümumi radiyasiyanın vahidi, yəni yazıram burada. Ümumi radiyasiyanın, radiyada qısaca şəkildə burada yazan vahidi. Vahidi, yəni ölçüsü, kilokalori, bölünsün santimetrin kvadratı, bölünsün dəqiqə şəkilində göstərilir. Kilokalori bölünsün santimetrin kvadratı, bölünsün dəqiqə şəkildə ümumi radiyasiya göstərilir. Bəs ümumi radiyasiya yer kürəsində hər yerdə bərabərdir. Deyir ki, xeyr, hər yerdə bərabər deyil. Müxtəlif ərazilərdə müxtəlif şəkildədir. Yəni, gəlin, biz burada baxaq, görək müxtəlif ərazilərdə müxtəlif şəkildədir deyənlər. Necə başa düşürük bunu? Baxın, belə bir qrafik çəkirik. Qrafik çəkirik, burada göstərilir. Bir qədər çəkim qrafiki daha sonra göstərəcəm ki, nələri bunları göstərmiş oluruq. Şəkildə göstərilir. Deməli, burada necədir məsələ? Məsələ ondan ibarətdir ki, gördüyünüz bu hissədə biz ümumi radiyasiyanın vahidi. Ümumi radiyasiyanın vahidi nə edir? Birlikdə xatırlayır. Kilokalori bölünsün santimetrin kvadratı bölünsün dəqiqə. Bu isə bizim enliklərimizdir. Enliklər. Yazaq bura. Coğrafi, qısaca coğ yazaq.
coğrafi enliklər. Enliklər. Aha, coğrafi enliklər. Deməli, ilk olaraq qrafikimizi necə qurarıq? Başlayırıq, eyni zamanda burada sıfırdan ekvatordan. Ekvatorda neçədir? Ekvatorda 140-145'dir. Yəni, buradan belə bir xətt çəkilir. Təqribi belə bir xətt çəkilir. Gəldik, burada çatdıq 23.5 tropikə. Tropikdə 200. Yəni, buraya yazan elə birincisi 200-225'dir. Daha sonra buradan gəlirik mülayimə, 60'lara. Mülayimdə gəlib mülayimə çatırıq. Mülayimdə yadda saxlayın ki, 145'dir. Gəlib qütb ərazilərinə çatdıqda isə görürük ki, 30-35 kilokalori bölünsün santimetri kvadratı bölünsün dəqiqəli kimi görmüş oluruq. Eyni zamanda bir də vurğulayım ki, dərsliklərimizdə də qeyd olunduğu kimi Azərbaycanda ümumi radiasiyanın vahidi gördüyünüz gibi kilokalori bölünsün santimetri kvadratı bölünsün dəqiqə 120-160 kilokalori bölünsün santimetri kvadratı bölünsün dəqiqə şəklində göstərilir. Bu da oldu bizim ümumi radiasiyanın enliklər üzrə kəmiyyəti və qrafiki. Bunu silək. Düz radiasiyanı dedik, səhvlərə dedik, ümumi radiasiyanın vahidini qeyd elədik, ümumi radiasiyanı dedik. Bir də dağınıq ərazilərdə ümumi radiasiyada fərqliliklər var. Burada bir dağ təsvir çəkməyə çalışaq. Dağ. Deməli, yüksək dağlığa qalxdıqca nə olur? Yüksək dağlığa qalxdıqca bilirik ki, yağıntı ölkəmiz arasında Talış dağlar sistemi olmaqla yağıntı artır. Yəni, gəlir bu istiyə, orta dağlıq istiyə. Burada, deməli, bulutluqdur. Bulutluqdur. Yüksək dağlığa getdikdə isə artıq bulutsuz şəraitdir, bulutsuz. Bulut yazar. Üzərindən bir belə xətt çəkək ki, bilək ki, burada bulutluk nisbətən azdır. Yəni, getkidə bulutluk azaldır. Yəni, buna da uyğun bir qrafik qursaq, onu da belə qurarıq. Deməli, qrafikimiz belə olar. Dəqiqə çəkək qrafikimizi. Yenidən burada eynisi vaxt getməsin deyə qısa bir yazılır. Kilokalori bölünsün, santimetri kvadratı bölünsün dəqiqə. Burada isə hündürlükdür. Bu da hündürlükdür burada. Hündürlük. Bu dəfə burada hündürlüyü təsvir etmiş oluyor. Kilokalori bölünsün, santimetri kvadratı bölünsün dəqiqə. Burada isə hündürlüyümüzü göstərir. Hündürlük artdıqca. Deməli nə olur? Hündürlük artdıqca iş vaxtla başlayır eyni ilə artmağa, orta dağlığa doğru. Orta dağlıqdan sonra isə yerdən aşağı düşməyə başlar. Təqribi bu şəkildə göstərə bilərik. Yəni, orta dağlığa doğru artır, yüksək dağlığa doğru isə get-gedə azalır. Bunu da silək, bunu da göstərmiş olduq. Bundan əlavə qeyd edək ki, günəş enerjisi eyni zamanda D vitaminidir, insanlarda müxtəlif xəstəliklərin qarşısını alır. Eyni zamanda zərərli tərəfləri də var. Məsələn, yüksək hava şəraitində, yüksək temperaturda gün vurma halları müşahidə olunur. İnsan həyatı üçün olduqca təhlükəlidir və bu temperatur şəraiti müəyyən bir dərəcəyə çatdıqdan sonra şirkət və təşkilatlar tərəfindən həmən işçilər iş yerindən uzaqlaşdırılır ki, gün vurma halları yaşanmasın. Bunu da yadda saxlayırıq. Əks olunan, eyni zamanda yer səthinə gəlib çatan günəş şüaları dedik, eyni zamanda udulduğu kimi əks olunur. Əks olunan radiasiya albedo adlanır. Yadda saxlayın, buraya yazıram. Albedo. Yəni, əks olunan radiasiya adlanır albedo. Yəni, albedo da müxtəlif cisimlərin xassələrindən asılı olaraq müxtəlif şəkildədir. Məsələn, bu cisimlər necədir? Gəlin, birlikdə nəzər salaq. Məsələn, bu bizim olsun yerinə yer sərtimiz. Bu da olsun bizim günəşimiz. Yerinə kiçik bir günəşimiz olsun. Və günəş şüaları gəlir, bu istiqamətdə düşür. Burada düşür deyək ki, buz sərtimi. Buz sərtmə düşdüyü zaman 95% əks etdirir buz. 95% əks etdirir. Dedik, əks olunan radiasiya nə adlanır? Albedo.
Bunun albedosu oldu nə qədər? 95%, bunun albedosu oldu. 95% əks etdirirsə 5% də udur. 5% də udulan. Udulan. Qısaca digərlərini qeyd edək, videomuz o qədər də uzun olmasın. Burada bundan sonra torpaq gəlir. Torpaq. Torpaq 25% əks etdirir. 25% albedodur, 75% udur. Sonra gəlir torpaqdan sonra meşə. Meşə 35% meşəli ərazi əks etdirir. Eyni zamanda 65% udur. Eyni zamanda gəlirik digər əraziyə. Dedik, buzu dedik, torpağı dedik, meşəli dedik. Qum var bir də. Qumluq ərazi, qumsal ərazi, qum. Qum 40% əks etdirir. 60% udur. Və eyni zamanda ən çox bizim öyrəndiyimiz su səthidir ki, su səthi 95% udur, 5% əks etdirir. Yəni, su ilə buzu yadda saxlamanın yolu odur ki, buz 95% əks etdirir, 5% udur. Su isə onun əksi olaraq 95% udur, 5% əks etdirir. Bunda beləcə yadda saxlayın. Bu da belə. Albedomuz haqqında da bu qədər. Bir də radiasiya ilə bağlı müəyyən məsələlər var. Gəl o məsələlərdən bir toxunaq. Digərlərimizdə sualınız olarsa da görməsiniz, yazarsınız. Deməli, deyil ki, yazılır ki, ümumi radiyasiya qısadır. Ümumi radiyasiyanın 75% udulur. 75% udulur. 75% udulur. Əks olunan radiyasiya, yəni albedo ola bilər. Fərqi albedo şərtliyəsi bir şey. Radiyasiya. Əks olunan radiyasiya. Sadəcə bir qədər sərgəli yazar. Əks olunan radiyasiya. Əks olunan radiyasiya. Əks radiyasiya yazdım. Yəni, əks olunan. Əks olunan radiyasiya 40 kalori bölünsün santimetr kvadratı bölünsün dəqiqədirsə deməli 75% oldu bizim ümumi radiyasiya, udulan radiyasiya. Aha, burada tapırıq. Dəqiqədirsə əks olunan radiyasiyanı və ümumi radiyasiyanı da. Ümumi radiyasiyanı bizə verilir. Yəni yazılır ki, ümumi radiyasiyanı 75% udulan radiyasiyanı. Ümumi radiyasiyanı tam. Yəni, məsələn şərtində burada oxuyuram bir qədər səviyyəsiz oldu yazılmaz. Ümumi radiyasiyanın 75% udulursa, əks olunan radiyasiya 40 kilokalori bölünsün santimetr kvadrat dəqiqə olarsa, əks olunan radiyasiyanı və ümumi radiyasiyanı tam. Yəni, burada əks olunan radiyasiyanı udulan radiyasiyanı. Udulan radiyasiyanı tam. Yəni, udulan radiyasiyanı tam. Udulan radiyasiyanı tam. Yəni, udulan radiyasiyanı failə verib, biz bunu kilokalori ilə tapmalıyıq. Digər bunu dedikdə tapalım. Görək, necə tapa bilərik. Deməli, buradan baxırıq ki, məsələnin şərtlərə uyğun olaraq, ümumi radiyasiyanı tapaq. İlk olaraq ümumi radiyasiyanı tapaq ki, ona uyğunda, yəni, əks olunan radiyasiyanı, udulan radiyasiyanı tapa bilir. Baxın. Deməli, ümumi radiyasiyanın neçə faizini göstərərik? 100% göstərərik. Ümumi radiyasiyanın bilirlik. Ona görə x qoyuruq. Və
100% x eyni zamanda məsələn şəklində bildirdik ki, bu əks olunan radiyyəsi 70%-dir. Əgər əks olunan radiyyəsi 70%-dir, bəs uygulanan radiyyəsi neçə faizdir deyə sual verdikdə 100-dən çıxırıq 70-i 30% tapırıq. 30%. Deməli 30% uygulanan radiyyəsiyadır. Uygulanan radiyasiyanı da yazmışdıq axı biz. Uygulanan radiyasiyanı, əks olunan radiyasiyanı deməli, uygulanan radiyasiyanı yazdıq ki, orada deməli 70%-i biz uygulanan radiyasiyanı tapmalıyıq. Bəli. Uygulanan radiyasiyanı tapmalıyıq. Uygulanan radiyasiyamız 70% olduğu üçün əks olunan radiyasiyamız 30%-dir. 30%-də 40 kilokalori uyğun gətiririk. 40 kilokalori 40 kilokalorimiz uyğun gəlir və 40 kilokalorimiz uyğun gəldiyi halda tənasübə uyğun olan 32 bərabərdir 40 vurulsun 100 şəklində yazılır. Vurulsun 100 şəklində yazılır. Vurulsun 100 şəklində yazılır. Deməli, 30x bərabərdir 40 vurulsun 100-ə. Burada sıfırları aparıram. Deməli, 400 bölünsün 3 şəklində gəlib çatır bizə. Yəni, 400 bölünsün 3. 400-də 3-ə böldükdə təqribən, deməli, 400-ü burada qısa şəkildə 3-ə bölək. Biz bırakırıq 3. Burada qalır 1, yerimiz 3. Deməli, təqribi 133,3 kilokalori. Təqribi 133,3 kilokalori deməli bizim ümumi radiyasiyamızdır. 133,3 kilokalori. Deməli, təqribi yazdık deyə rəqəmlər o qədər də uyğun gəlmədi. Amma burada, məsələn, 133 kilokalori kimi götürsək, 133 kilokalori kimi götürsək, 133 kilokalori kimi götürsək. Orada da demişdik ya bizim 40 kilokaloridir. 133'dən də 40'ı çıxanda alırıq cavab 93 kilokalori. Deməli, uygulanan kilokalorimizdə oldu 93 kilokalori, ümumi kilokalorimiz oldu 133 kilokalori, ümumi radiyasiyamız. Yəni, dərsimiz haqqında ümumi şəkildə bu qədər. Ümidvaram ki, dərsimizi əsaslı şəkildə izah edə bildim. Növbəti mövzularımızda görüşənədək. Dərsimizlə bağlı nə kimi suallarınız varsa, rəy bölməsində ünvanlaya bilərsiniz. Kanalımıza abunə olmağı, bizi izləməyi unutmayın. Xudahafiz.